Azərbaycanda duzdan artıq, duzdan istifadə ən azı 5 dəfədən artıqdır. Aşırı dərəcədə. Biz duzu havadan da alırıq, sudan da alırıq. İstənilən qidanın, istənilən meyvənin hər yerdə duz var. Duzun elmi miqdarı da var. Mütləq mənada daimi olaraq harada oturursunuz, oturun, harada olursunuz, olun. Əliniz boş durmur, əlinizi masaj, oynaqlarınızı loru dillə deyəcəm, xırtladırsınız, masaj edirsiniz. Onurğa sütununun, fəqərələrin qidalanması nə iləndir? Nasos sistemidir. İdman elədikcə, əyilib qalxdıqca limfanı, qanı daha asan çəkir, qidalandırır. Onda görürsən ki, ağrı da azalır, yerişin də düzəlir. Yox, daimi olaraq yeyib yatırsansa bitəcək orqanizmin. Orada fəqərələrin sağlamlığından söhbət gedə bilməz, hərəkətin normallığından söhbət gedə bilməz, həyatın xoşbəxtliyindən söhbət gedə bilməz və onun axırı heç də yaxşı olmayacaq, təbii ki. Ona görə də Allah nə deyir? Deyir, hərəkət, atalarımız deyir daha doğrusu, hərəkət sizdən, hərəkət səndən Allah deyir, bərəkət məndən. Mütləq hərəkət eləmək lazımdır. Və bu baxımdan da təbii ki, bizim hər zaman çox sevinirəm ki, insanlarımız dinləyirlər, qulaq asırlar.